Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz yəmanilər barəsində idi. Yəmani cərəyanını digər cərəyanlarla müqayisə edirdik və oxşar cəhətlərinə işarə edirdik. Bugünkü verilişimizdə yəmaniləri istəyirik müqayisə edək bir dənə çox azğın bir firqə ilə, o da Bəhaiyyətdir, Bahailik. Görək bu firqə ilə Yəmani firqəsinin cərəyanının oxşar cəhətləri nədir? Qısa şəkildə Bəhaiyyətlə bağlı məlumat verim, daha sonra keçək oxşarlığa. Bildiyiniz kimi biz babla barəsində danışdıq, babiyyət, babçılıq və qeyd etdik ki, nə cür yaranıb, Allahın qapısı özünü adlandırdı və daha sonra Allahlıq iddiasına təqribən gəlib çıxdı. Bu, həmən o babiyyətdən, babçılıqdan yaranan, yəni onun bir şaxəsidir, bir qoludur. Bunu kim yaradıb, ilk dəfə təsis edib? Mirzə Hüseynəli Nuri. Baxın, Mirzə Hüseynəli Nuri əslində o Məhəmməd Şirazinin ki, bu deyək ki, babiyyət ki qoymuşdu, onun varisi idi. Amma bunun bir dənə də qardaşı var idi, maraqlıdır, buna toxunaq. Bir qardaşı var idi Mirzə Hüseynəli Nurinin, adı Mirzə Yəhya idi. Bunlar arasında ciddi ixtilaf düşdü. Bəzilərinə görə Mirzə Yəhyanı təyin eləmişdi özündən sonra xəlifə babiyyətdə. Amma çünki yaşı az idi, Hüseynəli Nuri dedi ki, mən işləri öhdəmə götürəcəm. Daha sonra bəziləri Hüseynəli Nurinin o xəlifə olmasını qəbul etmədilər və bunlar elə Mirzə Yəhyada qaldılar. Və bunların adı oldu Əzəli. Deməli, babiyyət iki dənə, babçılıq iki dənə qola ayrıldı. Bir Əzəli qoluna, bir də Bəhaiyyətə. Əzəli, iki dənə qardaş arasında ciddi ixtilaf düşdü, Əzəli oldular. Bəziləri də Əzəli ona görə ki, yəni bunlar qaldılar da, sabit qaldılar. Bir də ki, Bəhaiyyət. Deməli, bu şəxs Mirzə Hüseynəli 1892-ci ildə dünyaya gəlib, atasından tədrisi alıb və Muhammed Şirazi ki var idi, babiyyətin yəni nümayəndələrindən onun təbliğatçılarından idi və onun əqaidini yayırdı. Harda? İranın Mazandaran və Nur şəhərlərində. Mirzə Hüseynəli bab dünyasını dəyişəndən sonra özü üçün çoxlu iddialar irəli sürdü. Hətta gəlib Allahlıq iddiasını da belə, uluhiyyət iddiasını da etdi. Eyni ilə kim kimi? Əhməd İsmail kimi, Əhməd Əl-Həsən kimi ki, Əhməd Əl-Həsənə görə imamlar hansı məqama çatırlar? Uluhiyyət məqamına çatırlar. Bəzi ayələr istifadə edir ki, məsələn, deyir ki, Quran-Kərim buyurur ki, Əhsənul xaliqin, xəlq edənlərin ən gözəldir. Deməli, başqa xəlq edənlər də var. Məsələn, Allahu Əkbər, Allah böyükdür. Yəni, nədənsə böyükdür, deməli, ondan də var. Aşağıda var ki, ona yaxın olsun. Əlbəttə, yanlış təfsirlərdir də. Və onun etiqadına görə uluhiyyət məqamı əlbəttə mütləq şəkildə Allaha məxsusdur, amma müqəyyət şəkildə əyinməyə məxsusdur, peyğəmbərlərə məxsusdur və 12 dənə Məhdiyə də məxsusdur. Yəni, özünə də uluhiyyət məqamına qaildir, inanır ki, özü də uluhiyyət məqamına çatıb. Bu şəxs elə ki, yəni Mirzə Hüseynəli Nuri dünyasını dəşdi. Ondan sonra onun böyük oğlu Abbas Əfəndi ki, Əbdülbaha ilə tanınırdı, onun canişini və xəlifəsi oldu. Bu şəxs artıq bundan sonra siyasiləşməyə başladı. Bu şəxsin Avropaya, Amerikaya, İngiltərəyə çoxlu səfərləri olub və hətta sir ləqəbini İngiltərədən alıb ki, xüsusi bir ləqəbdir, ordendi verirlər. Bu titula sahib olub, sir tituluna. Yəni, İngilislər verib. Təbii ki, məlumdur da. Əhməd İsmail də İngilislər tərəfindən himayə olunur. Güclü şəkildə İngilislər tərəfindən himayə olunur. Və Əl-Feysəl Əl-Yasiri ki, Kuveytdə böyük tacirlərdən biridir və o deyək ki, İngilistanın o deyək casusluq bir dənə şey var, təşkilatı var. Onun bir üzvüdür.
Ondan görüşləri olub Əhməd İsmailin Kuveytdə. Deməli, Abbas Əfəndi ki, Hüseyn Əlinin oğlu idi, bu 12 dənə təlim gətirdi. Və biz müqayisə eləyəndə görürük ki, Əhməd İsmaildən də bunların təlimləri oxşardı. Məsələn, 1. Təqlid olmaz. Bunu kim deyir? Bəhaiyyət də Bahailik. Və Abbas Əfəndi ki, dedi ki, Hüseyn Əli Nurinin oğludur. Təqlid olmaz. 12 dənə təlimləri var onların. 2. Dinlə elm və ağıl uzlaşdırılmalıdır. Bütün dinlərin əsas vəhdət təşkil edir, əsas vəhdəti var, yəni sonra Beytül Ədl, ədl evi adında bir şey var, onlarda inanc var. Bütün insanlar, yəni insan aləmi vahid olmalıdır, birdən də, yəni insandır, hər kəs insandır. Ona görə şərafətlidir. Təəssübkeşliyi kənara qoymaq lazımdır. Ülfət və məhəbbət olmalıdır bəşər fərdlər arasında. Ümumi məişətdə ədalət olmalıdır, məişət məsələlərində. Xanımlarla kişilər hüquqları eynidir. Gedin siz araşdırma aparın xanımlardan kişilərin. Hətta bunlar bəhailər kənddə yaşayan xanımlar, şəhərdə yaşayan xanımlar arasında fərq qoyurlar. İrs məsələsində. Gedin araşdırma aparın, maraqlıdır. Daha sonra bunlara görə təlim olmalıdır, tərbiyə olmalıdır, özü icbari şəkildə, məcburi şəkildə. Və bunlar deyirlər, müharibəyə yox və sülh olmalıdır. Və bütün xət, yazı və bütün dil birdən olmalıdır. Bunların təlimləri bundan ibarətdir. Əhməd İsmail də elə bu cür idi. Əhməd İsmail də iddia edirdi ki, qadın haqları. Amma siz gedin araşdırma aparın. Əhməd İsmail və tərəfdarları bəzi qadınları onlara ki, iman gətirirdi, deyirdilər cəlb eləmək üçün, başqalarını, yəni öz tərəfimizə çəkmək üçün gedin, başqa iş yollara əl atın. Və onlara göstərişlər verirdi, gedib baxıb araşdırma apara bilərsiniz. Bunlar baxmayaraq ki, iddia edirlər, həm Əhməd İsmail, həm Bahailər, hər ikisi iddia edirlər ki, insan kəramətlidir, insan təəssübkeşliyi qoymaq lazımdır. Amma hər ikisinə baxsaq, həm Əbdülbəhaya, həm Əhməd İsmailə görərik ki, başqalarını, məsələn, Əbdülbəha başqalarını qoyun adlandırır, heyvan adlandırır, təkvir edir və müsəlmanların qanını halal bilir. Eyni ilə Əhməd İsmail kimi, Əhməd İsmail də müsəlmanların qanını halal bilir, şiələrin və ona görə hücum elədi, Əzzərqə düşərgəsində hücum elədi və həmsinin Nəcəfdə olub da bu hadisə. Mərci təqlidləri öldürmək istəyirdi. Yəni iddiası budur ki, insan kəramətlidir. Gözəl iddialardan gəliblər də, söz özü yaxşıdır, cəlb edicidir. Amma əməli baxımdan görür ki, bunlar həqiqətən çox iyrənc işlərə əl atırlar. Əhməd İsmail də təqlid məsələsində deyir ki, təqlid olmaz, ancaq özünə dəvət edir. Bəhailərdə də bu yox idi. Daha sonra bunların siyasi şeyləri də var. Məsələn, bunlar Yahudilərlə görüşləri var, üzv olublar. Əbdülbəha oranın üzvüdür. Əhməd İsmail də elə o formada bunların üzərindən biz keçirik. Allahın izni ilə növbəti verilişimizdə biz istəyirik sələfilərlə bunların müqayisə eləyək. Əlbəttə, digər şeylər də var idi, bunların Bəhailərdən Əhməd İsmailin, Yəmanilərin oxşar cəhətləri, yəni çox idi. Hörmətsizliklər, əyinməyə və daha sonra digər şəxslərə, peyğəmbərlərə oxşarlıqları, yəni bunların çoxdur, həddən artıq oxşarlıqları çoxdur. Məsələn, bunlara görə, hər ikisinə görə İslam dini təqribən nəsx olub, mənsuxdur. Bəzi hökmləri, əlbəttə, məsələn, hicabdan bağlı və digər məsələlərlə bağlı İslamın qaydaları nəsx olub, yəni aradan gedib, artıq başqa bir şey qoyulmalıdır onun yerinə. Və bunlar hər ikisi ən oxşar cəhətlərindən biri budur ki, bunlar ruhanilərlə düşməndirlər. Deyirlər ki, ruhanilər, fitnənin mərkəzi başında ruhanilər, ixtilafın mərkəzi ruhanilər durur, ona görə ruhanilər aradan getməlidir və terrorlar ki, törətdiblər, hər iki qrup bu işi görüblər. Və hər ikisi də əgər gücləri çatmasa, silahdan da istifadə edirlər, icazə verirlər ki, silahdan da istifadə etsinlər. Bu qədər inşallah növbəti verilişimizdə sələfilərlə, vəhabilərlə bunların oxşar cəhətlərini deyəcəyik və bir dənə də qrup var ki, onlardan da inşallah bir cərəyan, onlardan da
yəmaniləri müqayisə edərik. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.